Cəlilabadda ilk kitab sərgisi uğurla başa çatıb. 5-7 iyun 2026-cı il tarixlərində Cəlilabad rayon İcra Hakimiyyəti, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində ilk dəfə olaraq geniş miqyaslı kitab sərgisi keçirilib. Cəlilabad şəhəri Heydər Əliyev seyrangahında təşkil olunan ilk Cəlilabad kitab sərgisi rayon ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. 3 gün davam edən sərgi kitabsevərləri, müəllimləri, şagirdləri, tələbələri, ziyalıları və müxtəlif yaş qruplarından olan oxucuları bir araya gətirib. Sərgidə ölkənin aparıcı nəşriyyatları tərəfindən təqdim olunan minlərlə kitab nümayiş etdirilib və oxucularla xüsusi endirimlərlə satışa çıxarılıb. Ziyarətçilər bədii, ədəbiyyat, tarix, elm, fəlsəfə, psixologiya, uşaq ədəbiyyatı və digər sahələri əhatə edən zəngin kitab kolleksiyaları ilə tanış olmaq imkanı əldə ediblər. Cəlilabadda ilk dəfə təşkil olunan bu sərgi təkcə mədəni tədbir deyil, həm də maarifçiliyin, elmin və mənəvi inkişafın təntənəsinə çevrilib. Tədbirin əsas məqsədi cəmiyyətdə mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, gənc nəslin kitaba marağının artırılması, oxu vərdişlərinin formalaşdırılması və biliklərə olan marağın daha da gücləndirilməsidir. Sərgi çərçivəsində tanınmış yazıçı və şairlərlə görüşlər, imza saatları, kitab təqdimatları, müzakirələr, intellektual söhbətlər və müxtəlif mədəni proqramlar təşkil olunub. Oxucular sevdikləri müəlliflərlə birbaşa ünsiyyət qurmaq, onların yaradıcılığı ilə yaxından tanış olmaq və kitablarını müəllif imzası ilə əldə etmək imkanı qazanıblar. Tədbirin daha rəngarəng və maraqlı keçməsi üçün konsert proqramları da təşkil olunub. Musiqili çıxışlar və müxtəlif mədəni tədbirlər sərgi iştirakçılarına xoş ovqat bəxş edib və Kitab Bayramının əsl mədəniyyət festivalına çevrilməsinə töhfə verib. Sərgiyə qatılan sakinlər və qonaqlar belə tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Onlar qeyd ediblər ki, kitab sərgiləri insanların mütaliəyə marağının artırmaqla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların dünya görüşünün genişlənməsi və sosial fəallığın yüksəlməsini baxımından böyük rol oynayır. İlk Cəlilabad kitab sərgisi rayonun mədəni həyatında əlamətdar hadisə kimi yadda qalıb. Tədbir bir daha göstərib ki, kitab cəmiyyətin inkişafında, gənc nəslin maarifləndirilməsində və milli mənəvi dəyərlərin qorunub saxlanılmasında mühüm vasitələrdən biridir. Sərginin uğurla keçirilməsi gələcək illərdə bu təşəbbüsün davam etdirilməsi və daha da geniş miqyas alması üçün möhkəm zəmin yaradıb. Qeyd edək ki, biz də İzmedia Az komandası olaraq tədbirin cəmiyyətdə çatdırılması üçün maksimum səylə çalışdıq.